Salamlar. Bu videomuzda 6 aprel tarixine geçirilen əvvəlki ilə məzunlar üçün tərtib olunmuş imtahan modelində 79-85 sayılı tapşırıqların izahlarını göstereceğim. Bundan əvvəlki videomuzda 61'den 78'e kimi olan misalların həllərini göstermiştim. Ve ondan əvvəl də bu imtahana düşən mövzu adlarını qeyd eləmişdim. Onların hər birinin linklərini aşağıda qeyd eləmişəm. Mütləq şəkildə daxil olub həmin videoları izləyin. Daha sonra bu videonun izahına bakarsınız. 79 nömrəli misalımızda diagonalı 6 cm olan kubun tam səthi ilə yan səthinin sahələri cəmini soruşur. Bu misalın həllini bir çox üsullarla həll edə bilərik. Amma ən sadə üsullardan biri, ona keçməmişdən əvvəl ilkin birliklər hansılardır? Kubda bütün tillər bir-birinə bərabərdir. Hamısına A olaraq işarə edə bilərik. Yəni eni, uzunu, hündürlüyü. Bir yüzü kvadratdan ibarət olduğuna görə tərəflər A olduqda diagonalı D bərabərdir A kök 2'ye. Yəni kubun bir üzün diagonalı A kök 2'ye bərabərdir. Buradan buraki məsafə göstərin A kök 2 yazıram. Amma kubun diagonalı soruşduqda, misal üçün buradan buraki məsafə ola bilər, buradan bura ola bilər və yaxud da buradan bura ola bilər, fərq eləməz. D bərabərdir A kök 3'e. Bu 1. Bilməliyik ki, bir üzün diagonalı A kök 2'dir, yəni kvadratın diagonalı A kök 2'dir, kubun diagonalı A kök 3'dür. Birinci növbədə S oturacağı yazsam, S oturacaq kvadratdan ibarət olduğuna görə aşağıda olan hissə S oturacaq bərabər olacaq A kvadratına. A vur A, kvadratın sahəsi A kvadrat. Onda S yan soruşsa bizdən 4 dənə yan üzü var. 1, 2, 3 və arxasında olan 4. Onda olacaq 4A kvadrat. Və bizdən tam səthin sahəsini soruşsa, tam səthi 4 dənə yan oldu mu? Üst və alt oturacaq da 2 dənə oturacaq da əlavə olunur. Onda S tam bərabər olur 6A kvadratına. İndi burada deyirdi ki, kubun diagonalı 6 santimetrdir. Onda kubun diagonalı D bərabərdir A kök 3. O da bərabərdir 6 santimetre. A'mız da bərabər olur 6 bölünsün kök 3'e. İndi bir çox həllərdə bunu kök 3'ü irrasionalda azad edirlər. Mən heç bir irrasionalda azad eləmək eləmirəm. Sadəcə onu yerinə qoyuram. Bizdən soruşur S tam üstəgəl S yan. Tam və yan səthin sahələrin cəmi. Onda S tam üstəgəl S yan bərabər olacaq. 6A kvadratı üstəgəl 4A kvadratı. Bu da nəyə bərabərdir? A kvadratlar ortaq qrup çıxsa içəridə qalır mı? 6 üstəgəl 4. O da bərabərdir 10 vurulsun A kvadratına. A'nın özünü biz 6 bölü kök 3 tapmışıq. A'nı yeni yazanda 10 vurulsun A kvadratı deyəndə 6 bölünsün kök 3'ün kvadratı. Bu da nəyə bərabər olacaq? 10 vurulsun 6'nın kvadratı. 6 vur 6 36. Kök 3'ü kök 3'e vuranda 3 olur. 3 ile 36 gelir 12. 10 vur 12 de 120'ye bərabərdir. Bu şəkildə misalımızı hesabladık. Ayrılıqda S tamı tapıb, S yan tapıb, daha sonra onları toplaya da bilərdik. Məncə ən sürətli üsul bu olar. Düsturları yerinə yazdıq, ortaq qrup çıxartdıq, sadəcə onu A kvadratına vurduq. Belə həll üsulu daha sürətli həll üsulu sayılır. Ayrı-ayrılıqda S yan tapıb 4A kvadrat, 6A kvadratı ondan sonra da hesablaya bilərdik. Buradan irrasionalda azad edib 6'nı kök 3'e, məxrəcdə kök 3 vurulsun kök 3 şəklində yazırıq. Bu da bərabər olacaq 6 kök 3, aşağıda 3 vur 3 də 3 çıxır. 3 ilə 6 gedir 2, 2 kök 3. Burada onsuz da kök 3 olduğu kimi qalır. Məxrəcdə olduğu nədir, sürətli olduğu nədir? Ondansa olduğu kimi saxlayaq və düsturlarda yerinə qoyub hesablayaq. Ən gözəl sürətli həll üsulu bu olacaq. Növbəti 80 nömrəli misalımız yaş məsələsinə aiddir. Deyir ki, ata ilə oğlunun yaşları fərqi 24'dür. Atanın yaşını oğlunun yaşına böldükdə natamam qismətdə 2, qalıqda isə 3 alınır. Oğlunun neçə yaşı var? Biz sərbəst şəkildə ata və oğul yazaraq bunların yaşları fərqi 24'dür deyir. Fərz eləyək atanın yaşı X-dir. Onda oğlun yaşı olacaq X çıx 24. 24 yaş balacadır axı. Və ya tərsinə oğlun yaşını biz X yazsaq, atanın yaşı olacaq X üstəgəl 24. Mən adətən misal həllərində toplamaya üstünlük verirəm. Nəyə görə? Çıxmalarda çox vaxt mənfi müsbətə görə səhvlər elə bilərik, amma toplamada olduğu kimi qalır. Siz hansından istifadə eləsəz cavab eyni alınacaq. Hər ikisini yazıb yoxlayarıq. Burada deyir ki, atanın yaşını oğlun yaşına böldükdə, onda X üstəgəl 24'ü bölürük oğlun yaşına X'e bərabər olur. Natamam qismətdə 2, qalıqda isə 3. Və burada bölünən natamam qismət və qalıq olduğuna görə bölünəni tapmaq üçün X topla 24'ü tapmaq üçün natamam qisməti bölənə vururuq. 2 vurulsun X. Üzərində qalıq əlavə edirik.
Belə yazılış üsulu daha sərfəli olacaq. X çıx 24'e böldükdə isə biz 2'ni həm X-ə həm də mənfi 24'e vurmalı oluruq. Burada isə sadəcə olaraq X-ə vururuq. İndi bu təmrinin davamında X-ləri sağ tərəfə ədədlər sol tərəfə keçirsək, 24 çıxılsın 3 bərabərdir. 2X çıxılsın X. X-ləri adətən sola keçiririk. Mənfi olmasını belə elədim. 24'dən 3 çıxanda elədi 21 bərabərdir 2X çıx X, X. Deməli, X-imiz neçə oldu? 21. Oğlun yaşı oldu 21. Atanın yaşı ise 21 üstəgə 24, 45. İstəyirsinizsə bu üsulla da yazaq. Deməli, atanın yaşını X-i bölürük oğlun yaşına. X çıx 24'ə bərabər olmalı. 2 qalıqda 3 və ardınca X nə bərabər olacaq? 2 vurulsun X çıx 24 üstəgəl 3. X bərabərdir 2 vur X 2X 2 vur 24 20 vur 2 40 4 vur 2 də 8 48 üstəgəl 3. İndi burada X'i sol tərəfə keçirsəm X çıxılsın 2X bərabərdir. Mənfi 48'dən 3 çıxırıq. Elədi mənfi 45. Mənfi X bərabərdir. Mənfi 45'ə X çıx 2X mənfi X elədi çünki. Burada mənfi 1'ə vururuq və X də bərabər olur 45'ə. Bayaq burada dediyim mənfi qiymətlər yazanda mənfi müsbətə görə səhv eləyərsiniz dediyim isə bax burada. Misal üçün burada çıxanda səhv eləyə bilərsiniz. X'i keçirəndə mənfi yazmağı unudarsınız. Sonda mənfi 1'ə vurmağı unudarsınız. Cavabları səhv alarsınız. İndi yaş məsələsində təbii ki mənfi cavab alınmayacaq, amma digər məsələlərdə çətinlik çəkə bilərsiniz. Birbaşa X'i tapdıq biz 45 və oğlun yaşı tapmaq üçün 45'dən 24 çıxırıq. 5 çıx 4 1, 4 çıx 2 də 2 21. Eyni cavab alındı. Çalışın həmişə müsbətdə yerinə qoyub hesablayın. Növbəti misalımız hərəkət oxşarlığa aid belə bir uzun bir məsələ verilibdir. Deyir ki, qaçış yolu uyğun olan tərəfləri bir-birinə paralel olan iki oxşar üçbucaq formalı sahə verilibdir. Və ardınca bu yolun bütün kənarları boyunca A və D təpələrindən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla ağaclar əkilmişdir deyir. Sonda sual olaraq əkilmiş bütün ağacların sayını soruşur. Fikir verin, biz A, B, C'də rahatlıkla tapa bilərik ki, neçə dənə ağac əkilibdir. Bunun üçün biz perimetri tapırıq. P bərabərdir 180 üstəgəl 200 üstəgəl 160. 180 üstəgəl 200 elədi 380, 480 üstünə 60 gələndə isə 540 cavabını əldə elədik. Deməli P böyük deyə qeyd edirəm. Böyük üçbucağın perimetri 540'dır və aralarında 5 metr məsafə saxlamaqla ağac əkilibdir. Onda biz 540'ı bölürük 5'ə. Bu da bərabər elədi 1, 40'da da 8 dəfə. 108 ağac əkilibdir. Böyük üçbucağın perimetri boyunca 108 ağac əkilibdir. İndi isə kiçik üçbucağın perimetri boyunca neçə ağac əkildiyini tapmaq üçün birinci növbədə tərəfləri tapmalıyıq. Bunlar da deyir ki, oxşar üçbucaqlarda aralarındakı məsafə paraleldir, bucaqları eynidir. Onda biz tapmalıyıq ki, AC tərəfinə uyğun olaraq DF tərəfi var. Tərəfi 180 olubdur 45. Deməli biz indi yoxlamalıyıq. 180'ı biz neçəyə böləndə 45 eləyir? Şahid tapa bilərik, belə də yaza bilərik. X bərabərdir 180 bölünsün 45. X də bərabər olur 4 dəfə 4 vur 5 20, 2 yadda 4 vur 4 16, 2 də yadda 18. 4 dəfə elədik. Deməli K mütənasiblik əmsalı 4'ə bərabərdir. Onda 180'i biz 4'ə böləndə 45 alırıqsa 200'ü 4'ə bölürük. Elədi 50. Deməli YF tərəfi 50 oldu. 160'ı da 4'ə bölürük. 16 bölsün 4. 4 dəfə 40 elədi. Kiçik üçbucağın tərəflərində tapdıqdan sonra P kiçik deyə qeyd edirəm. Perimetri nəyə bərabər olacaq? 45 üstəgəl 50 üstəgəl 40. 45 topla 50 95 üstünə 40 gələndə 135'ə bərabərdir. İndi neçə dənə ağac əkildiyi tapmaq üçün 135'i bölürük 5'ə. Bu da bərabər 13'də 5 2 dəfə, 35'də də 7 dəfə. 27 ağac kiçik üçbucaqda əkilibdir. 108 ağac isə böyük üçbucaq ətrafında əkilibdir. Və bizdən əkilmiş bütün ağacların sayını soruşduğuna görə 108 üstəgəl 27 bu da bərabərdir 5 3 1. 135 ağac əkilmişdir deyə tapa bilərik. Siz belə də yaza bilərsiniz. P böyük üstəgəl P kiçik və ümumini 5'ə bölə bilərsiniz. Belə də elə bilər. 540 topla 135 bölünsün 5 də yazsaz eyni cavab alınacaq. Çalışın ayrı-ayrılıqda yazın ki səhvlər eləməyəsiniz. Növbəti misalımız çevrəyə aiddir. Mərkəzi O nöqtəsi olan çevrəni kəsişən iki vətərinin birinin uzunluğu 48 və 3 cm olan iki parçaya bölünmüş. Digəri isə 1 və 4 nisbətində bölünərsə bu vətərin uzunluğunu tapın deyir. Biz bunu necə həll edə bilərik? Qeyd edirik bir çevrə. Və burada bir vətər, bu da digər vətər kəsişir. Bu O mərkəzi nöqtədir. Bundan işimiz yoxdur. Birinci vətənimiz elə bu olsun. 48 və 3 cm parçalara bölünübdür.
Digər isə 1 və 4 nisbətində bölünür. 1K, 4K yaza bilərik. Çevrə daxilində kəsişən 2 vətər. Bu barədə gözəl bir videomuz var, dərs izahımız var. Onun linkini aşağıda yerləşdirəcəm. Mütləq şəkildə daxil olub ətraflı şəkildə izləyin. Bunun əlində necə edirik? Burada qalan hissə ilə bunun ardını bir-birinə vururuq və 48 də geri qalan hissəsinə vururuq. Yazırıq 1K vurulsun 4K bərabərdir 48 vurulsun 3. 1K vur 4K ilədir 4K kvadratı bərabərdir 8 vur 3 24 3 vur 4 12 2 də yadda 14 144. Buradan K kvadratı nəyə bərabər olur? 144 bölünsün 4 K kvadratı bərabərdir 14'də 4 3 dəfə 24'də də 6 dəfə. K kvadratı 36 ilədir. K da bərabər oldu 6'ya. Biz K'nı 6 tapdıqdan sonra 1 vurulsun 6 6 ilədir. 4 vurulsun 6 isə 24 ilədir. Və ümumi vətənin uzunluğunu soruşur. 24 topla 6 30'a bərabərdir. Bu şəkildə hesabladıq. Bu açıq tipli suallar içərisində ən sadə misallardan biri idi. Növbəti sonuncu misalımız olan 85 nömrəli misal ehtimala aid və tənliklər sistemi vasitəsilə həll edə biləcəyimiz bir tipdə misaldır. Bu formada cədvəl verilib. Qeyd olunur ki, cədvəldə riyaziyyat və fizika fənləri üzrə olimpiyadalarda iştirak edən şagirdlərin sayı göstərilmişdir. Şagirdlərin cəmi 14'tür. Riyaziyyata gedən oğlanlar sayı Y, qızların sayı 3X, cəmi 14. Fizikaya gedənlər oğlanlar 5Y, qızlar X sayda və cəmidə 14 sayda şagird verilibdir. Və daha sonra qeyd olunur ki, hər fənn üzrə bir qalib olarsa, bu qaliblərdən riyaziyyat fənni üzrə oğlan, fizika fənni üzrə qız şagird olması hadisəsinin ehtimalını tapın deyir. Əlbəttə ki, bunu həll etmək üçün birinci növbədə bir sistem tənlik qurmalıyıq. Bu formada yazıram. Y üstəgəl 3X bərabər olmalıdır 14'ə. Ve aşağıdaki tənliyə də 5y üstəgəl x bərabər olmalıdır 14'ə. İndi isə bu tənliklər sistemini bildiğimiz adi üsullarla hesablaya bilərik. Y itirmək istəsək yuxarıdakini -5'ə vururuq. Aşağıdakini x itirmək istəsək -3'ə vururuq. Elə burada -3'ə vursaq alt-alta toplama vasitəsilə hesablayıram. Bərabər olacaq. Yuxarıdakı olduğu kimi qalır. Y üstəgəl 3x bərabərdir 14. Aşağıdakı -3'ü 5'ə vuranda -15y çıxılsın. -3x'e vuranda -3x və 14'ü -3'e vuranda -3 vur 4 12 3 vur 1 3 bir də yadda 4 -42. Alt alta toplasaq -15'dən 1y çıxırıq. Elədir -14y. -3x'dən müsbət 3x gedir. 14 ilə -42 -42'dən 14 çıxırıq. Mənfi yazıram. 12'dən 4 çıxanda 8 3'dən 1 çıxanda da 2 28. Buradan da y bərabər olur müsbət 2'ye 28'i 14'e bölürük. Mənfi gedir, müsbətləşir. Y 2 oldu. Deməli biz burada y'in qiymətini 2 tapdıq. İndi isə burada tapdığımız y qiymətini burada istədiyiniz tənlikdə yerinə yazıb x'i tapmalısınız. Hər ikisini də yazsanız eyni cavab alınacaq. Yəni 2 üstəgəl 3x bərabərdir 14. O bir tənlikdə də yerinə yazın. 5 vurulsun 2 üstəgəl x bərabərdir 14. Burada 3x bərabər olur 14 çıx 2 12 x də bərabərdir 4. Oğlanların sayı 4 imiş. Burada da x bərabər olur 14 çıxılsın 5 vur 2 10 x də bərabər olur 4'ə. Hər ikisində eyni cavab alınmalı təbii ki. Və burada oğlanların sayı 4 oldu, qızların sayı isə 2 oldu. Sualda soruşur ki, hər bir fənn üzrə bir qalib olarsa, bu qaliblərin riyaziyyat fənni üzrə oğlan, fizika fənni üzrə qız şagird olması hadisəsinin ehtimalını tapın deyir. İndi burada ümumi şagirdlərin sayı 14'dür. 14'dən riyaziyyat fənni üzrə qalib gəlmə ehtimalı riyaziyyat 4 nəfərdir. Vurulsun. Və yenə də 14 şagirdimiz var. Qız qalib gəlmə ehtimalı 2'dir. Bu da bərabər olur. 14 ilə 4'ü ixtisar eləsək 7'də 2. 14 ilə 2'ni ixtisar eləsək 7'də 1'ə bərabərdir. Bu da bərabərdir. 7 vur 7 49. 2 vur 1 də 2. 49'da 2 cavabını əldə elədik. İndi burada 74 nömrə misalda perimetrləri bərabər olan bərabər tərəfli 3 bucaqla kvadratın tərəfləri uyğun olaraq x1 və x2'dir. Perimetri P3 bucaq bərabər P kvadrata uyğun olaraq x1 x2 dediyinə görə bərabər tərəfli 3 bucağın perimetri 3x1'ə bərabər olacaq. Yəni 3a'dır. Bərabər olacaq. Kvadratın tərəfi də 4x2'yə. Çünki P3 bucaq 3a'ya bərabərdir. Bərabər tərəfli olduğuna görə bu da 4a'ya bərabərdir. 3x1 bərabərdir 4x2'yə və belə bir tənlik verilibdir. Deyir kökləri x1 və x2 olarsa a'nı tapın deyir. Fikir verin. Bu ax kvadratı çıx bx üstəgəl c. Bu bütöv bir yerdə c'dir. Bərabər 0. Onda bizdə burada verildi ki 3x1 yəni perimetr 3 bucağın bərabərdir 4x2'yə.
Yəni kvadratın perimetrinə. Əlavə olaraq burada nə qeyd edə bilərik? X1 üstəgəl x2 A1 olduğuna görə B-yə bərabərdir. Əks işarə -21-dir. Əks işarə ilə 21-ə bərabərdir. Burada biz sistem tənlik aldıq. İndi burada nəyə bərabər olacaq? Bərabərdir 3x1, 4x2-ni bu yana keçirəm. Çıxılsın 4x2 bərabər 0. Aşağıda da biz burada x2-ni itirmək üçün 4-ə vura bilərik hər tərəfi. 4'e vursa 4x1 üstəgəl 4x2 bərabərdir 4 olsun 21. 4 vur 1 4. 4 vur 2 də 8 84. Alt alta toplasaq 3x1 ilə 4x1 elədi 7x1 bərabərdir. Bunlar islah getdi. 0 topla 84 84'e bərabərdir. Onda x1'i biz aldıq 8 bölü 7 bir dəfə 14'te də 2 dəfə 12. x1'i biz 12 tapdıq. Gəlib burada yerinə qoyub x2-ni tapa bilərik və yaxud da burada yerinə qoyub x2-ni tapa bilərik. Fərq eləməz. Elə burada yerinə yazıram. 12 üstəgəl x2 bərabərdir 21. x2 də bərabər olur. 21-dən çıxırıq 12-ni. Elədi cavab 9. x2-ni tapdıq 9, x1-i tapdıq 12. İndi bizə burada A-nın qiyməti lazımdır. Biz bilirik ki, V teoremində cəmi B-yə bərabərdirsə, hasili C-yə bərabərdir. Onda biz belə qeyd edə bilərik. x1 vurulsun x2 bərabərdir C-yə. x1-in qiyməti 12 vurulsun x2-nin qiyməti 9 bərabərdir C-nin qiyməti özü bütöv 5 açıq 7-dir. Bunu yazırıq. 5 açıq 7. 12 vurulsun 9. 9 vur 2 18. 9 vur 1 9 bir də 10 108. Mənfi 7-ni bu tərəf keçirəm. Üstəgəl 7 bərabərdir 5A. Onda 5A bərabər olur. 108 üstə 7 gəlir 115. A da bərabər olur. 115'i 5'e bölürük. 11'də 5 2 dəfə. 15'də də 3 dəfə. A'nın qiyməti nədir? 23. Davam edirik. Növbəti 78 nömrəli misalın kəsirlərə aid sahə veribdir. X kvadrat çıx 7x topla 12. Uzunluq x çıx 3 olarsa deyir. Burada x'in alabileceği en küçük tam qiymətini hesablayın deyir. Bu misal tipinə aid olan, hətta daha da çətin olan rasional ifadələr mövzusuna, rasional kəsirlərdə öyrənilən belə bir misal var idi. Orada sahəni verilibdir, ayrılıqda bu formada eni verilibdir. A uzunluğunu tapın deyir. Sadələşdirib A uzunluğunu tapmaq lazım idi. Yəni burada da verilən misal onun kimi göstərilə bilər. Sahə olaraq göstərilən misal üçün uzunluğu x çıx 3. Sahəsini x kvadratı çıx 7x üstəgəl 12 və burada biz enini tapmalıyıq. B tərəfi olaraq işarə edirəm. Eni tapmaq üçün biz nə edirik? Burada biz sahəni tapmaq üçün eni uzunluğa vurmuruq mu? Enini tapmaq üçün də sahəni uzunluğa bölürük. Və yaxud da burada necə edirik? Uzunluğu tapmaq üçün sahəni eninə bölürük. Onda biz burada necə yazacağıq? B tərəf bərabərdir. X kvadratı çıxılsın 7x üstəgəl 12 bölünsün x çıx 3. Biz bunu həll etmək üçün V teoremini bilməliyik. V teoremi AX kvadrat topla BX topla C bərabərdir 0. Burada verilən ifadəni yazıram. X kvadrat çıxılsın 7x üstəgəl 12 bərabər 0. Burada görürük ki A'nın aldığı qiymət 1'dir. A1 olduğuna görə x1 vurulsun x2 bərabərdir C'yə. x1 topla x2 də bərabərdir B'yə, amma əks işarə ilə. Burada C'miz 12'dir. 12. B'miz mənfi 7'dir. Ona görə əks işarə yerinə 7 olmalı. Neçəyə vuranda 12 elir və neçənin üstə neçə gəldi? 7 elir. Və ipucu olaraq sənə verir ki, məxrəcə x çıx 3 var. Ondan x-a getməli. Deməli, vuruqlardan biri 3 ola bilər. x1 3, x2 də onda 4 qiymətini almalı. Çünki 3 vur 4 elədi 12. 3 topla 4 də 7'ye bərabərdir. Ödədi 3 və 4. Onu biz tənlikdə necə yerinə qoyuruq? A vurulsun x çıx x1, x çıx x2. Ona görə də mənfi qiyməti alanda x topla x1 olur, x topla x2 olur. Mənfi qiyməti alanda. Müsbətdə alanda isə mənfi olaraq qalır. Bərabər olur onda x çıxılsın 3, x çıx 4. Həqiqətən də bunun açılışında fikir verin. X vur x kvadratı. Mənfi 3x ilə mənfi 4x elədi mənfi 7x. 3 vur 4 də 12'ye bərabərdir. Məxrəcdə də x çıx 3. X çıx 3 ilə x çıx 3 getdi. Cavab qaldı x çıx 4. Yəni bunun eni x çıx 4 olaraq qiymətləndirilə bilər. Uzunluğu isə x çıx 3. İndi biz burada tapmalıyıq x'in ən kiçik tam qiymətini. Siz burada x'in yerinə nə yaza bilərsiniz? Misal üçün 3 qiymətini yazsaq, 3 çıx 3 sıfıra bərabərdir. Biz bilirik ki, sıfıra bərabər olan bir tərəf ola bilməz. İndi orada olan 3 qiyməti burada qeyd eləsən, 3 çıx 4 mənfi uzunluq olan bir tərəf ola bilməz. Hər ikisində ödəyə biləcək qiymət lazım. Yəni x çıx 3 böyükdür 0 olmalıdır, x çıx 4 böyükdür 0 olmalıdır. Bunun qiyməti x böyükdür 3'dən, x böyükdür 4'dən. Hər ikisini ödəyən qiymət x böyükdür 4 olanıdır. Yəni x 4'dən böyük qiymət 5'dən baş 5, 6 və
vesaire devam edir. Bunlar arasında en küçük qiymət 5 qiymətdir. 5 qiymətini yazan 5 çıx 4 1'e bərabərdir. 5 çıx 3 2'ye bərabərdir. Yani burada misal şərtini ödəyir. Qiyməti yazanda mənfi tərəf alınmır, 0 tərəf alınmır. Ona göre de ödədi. X böyükdür 4 həlini ödədi. Yani en küçük qiymət 5 qiymətini aldı. Div test toplusunda düşən testdə də burada sadece uzunluğu tapın deyildi. Bu ifadəni bu ifadəyə bölürük. Böləndə tərsini çevrilib vurulur. İxtisarla aparıb həllini tapırıq. Bunu ben göstərə bilərəm burada. X kvadrat çıxılsın 7x üstəgil 12 bölünsün x topla 3. Bölürsən bu ifadeyi, yani vurursan əslində ona 2x üstəgil 6 bölünsün x çıx 4'e. İndi burada təsadüfən sürətdə olan ifadə eyni ilə bununla bərabərdir. Yəni bunun açılışı olacaq x çıx 3 x çıx 4. Məxrəcdə x topla 3 qalır. Vurulsun. Buradan 2'ni ortak vurup çıxarsa x topla 3. Məxrəcdə də x çıx 4. X çıx 4 ilə x çıx 4 gedir. Çarp x topla 3 ilə x topla 3 gedir. Və geriyə nə qaldı? 2 vurulsun, x çıxılsın 3. 2 vur x də 2x, 2 vur 3, çıx 6. 2x çıx 6'ya bərabərdir. A tərəfi oldu, 2x çıxılsın 6. Ümid edirəm ki, hər birinizə bu videolar yararlı olar. Bizlərə dəstək olmaq üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, şərhlər yazmağı unutmayın. Və hər nə sualınız olursa olsun, çəkinmədən şərhlərdə əlaqə nömrələrimizə bütün suallarınızı göndərə bilərsiniz. Beləliklə bu videonun da sonuna gəldik. Növbəti videolarda görüşmək diləğilə.